İllər öncə No 309 adlı filmdə biz Lalə və Onurun eşq hekayəsinə baxırdıq və biz anlamırdıq ki, nəyə görə Onur kimi yaraşıqlı və zəngin bir xarakter Lalə kimi daha sadə bir ailədən olan bir qızı həyat yoldaşı olaraq seçir. Orada xüsusilə də bir səhnə var idi, hardakı Lalə nişanlanarkən Onurun əvvəlki nişanlısı da həmin nişana gəlir və eyni anda Onurun 2 nəfərlə birlikdə nişanlı olduğu üzə çıxır. Allah bir yastıkta kocatsın. Aa. Onur. Və bu səhnədən başlayaraq mən başladığım Telegram kanalımda dərin psixoanaliz eləməyə ki, nəyə görə Onur obrazı həyatına öz əvvəlki nişanlısı olan Pelinsu'nu yox, hansı ki daha zəngin və elit bir ailədən olan bir qızı idi. Məhz onu yox, Lalə obrazını seçir və siz necə Lalənin öz güvən taktikalarını istifadə edə bilərsiniz. Hamısını mən öz Telegram kanalımda çox dərindən analiz eləmişəm. Mən istəyirəm sizlər biodakı linkdən keçid eləyib bu dərin psixoanalizlərdə iştirak eləyəsiniz. Çünki öz həyatınızla bağlı da çox nüansları məhz bu analizlər sayəsində açığa çıxara bilərsiniz. Sizləri gözləyirəm.